Cərrahi müdaxilə nə zaman vacib sayılır? Diabetik yaralarda biz bütün tədbirləri yerinə yetirəndən sonra maddələr maddəsinin korreksiyası, həyati vacib orqanların funksiyasının tənzimlənməsi, yəni onu kompensasiya fazasına gətirib çıxarandan sonra, onun qidalanmasını təşkil edəndən sonra əgər yerli müalicə, yəni antiseptik qaydalara riayət eləməklə nekrektomiyada yerli müalicə, sarğılar effekt verməzsə, onda biz cərrahi müdaxiləni seçirik. Amma konservativ müalicələr effekt verirsə, onu da davam edirik və çox zaman sağalmalar baş verir. Amma yenə də deyirəm, diabetik yaraların müalicəsi təkcə yerli müalicə ilə getmir. Bu, ümumi kompleks müalicə tərkibində, yəni kompleks müalicənin içində getməlidir. Ondan sonra seçim olunur ki, bax, kəsilib götürülməlidir, bu egzartikulyasiya olunmalıdır, ya aşağı ətrafın hansı səviyyədə amputasiya olunmalıdır. Burada da əsas faktorlar əsasən damarların vəziyyətinə uyğun olaraq aparılır.